Əziz evin yolun izləyiciləri, 220 kvadrat belə gözəl mənzərə ilə Qubçada 197 kvadrat 3 otaq. Gedək görsədək, mənzil çox böyükdür, vaxtımız isə çox qısa. Mənzilimizin qonaq otağı. Həmçinin bildirim ki, mənzil əşyalı satılır, bəzi şəxsi əşyalar götürüləcək, bir də bu televizor. Bu mənzilimizin mətbəx hissəsidir. Həmçinin mətbəx hissəsindən də Koroğlu, Rəhimov və Təbriz hissəsinə yanı baxır. Mənzilimizin gözəl hol hissəsinə, hol hissəsi çox genişdir, həmçinin burada bir dənə sayında oxşaq gizlənir. Və onu da görsədək. Mənzilimizin birinci yataq otağı. Həmin yataq otağından da həmin videonun əvvəlində olan heyvana çıxış var. İnanıranı görsədək. Şimdi getdik. Digər yataq otağını görsədək. Bu yataq otağı isə öz sanitar qovşağı iləndir. Görsədək. Sanitar qovşağı da görsək. Əziz evin yolu izləyiciləri, 220 kvadrat, 21-ci mərtəbə, son mərtəbə deyil, üstündə bir dənə də mərtəbə var. Qubçada 197 kvadrat. Zəng vurun, qiymət barəsində isə şərhdə qeyd edin, hamısını yazacaq. Və unutmayın ki, evin yolu xəyalınızdakı evə doğru aparan yoldur.